Hörmətli rəsmilər, hörmətli qonaqlar, hər birinizi Respublika əzaçlarının 6-cı Ümumi Respublika konferansında xoş gördük. Bugün müasir əzaçılıq və inkişaf sahələri barəsində danışılacaq və hörmətli qonaqlar, qeyd edərdim ki, konferans saat 16:00-a qədər davam edəcək və sonda iştirakçılara sertifikatlar təqdim olunacaq. Hörmətli qonaqlar, diqqət! Azərbaycan Respublikasının dövlət himni səslənir. Əzaçlar Klubu İctimai Birliyi İdarə Heyətinin sədri Şövqü Bünyatova verilir. Çox sağ olun, əziz konferans iştirakçıları, hörmətli qonaqlar, dəyərli həmkarlar, mənim üçün həmişə əziz olan əzaçlar. Sizi Azərbaycanda Əzaçlar Klubu İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 6-cı konferansda səmimi qəlbdən salamlamaq mənim üçün məmnunluq hissi yaradır. Tədbirimizdə iştirak edən dövlət qurumlarının, beynəlxalq təşkilatların, elm və təhsil müəssisələrinin, həmçinin əzaçlıq sənayesi nümayəndələrinə xüsusi təşəkkürümü bildirir. Əzaçlar Klubu İctimai Birliyi yarandığı gündən daim yanında olan və ona dəstək olan Fobiya kollektivinə, şəxsən Orxan müəllimə minnətdarlığımı bildirirəm. Bugünkü tədbirin keçirilməsində təşkilata dəstək olan bu gözəl iclas zalını bu tədbiri keçirmək üçün ixtiyarımıza verdiyinə görə Azərbaycan Tibb Universitetinə, şəxsən Professor Cəlal müəllimə təşəkkürümü bildirirəm. Bütün əzaçlar adından. Çünki bu tədbir əzaçların tədbiridir. Bunu mən tez-tez təkrar edəcəm, qoy əzaçlarımız bilsin. Əziz əzaçlar, hər birinizin iştirakı bu konferansın əhəmiyyətini bir daha sübut edir. Əzaçlar Klubu İctimai Birliyi bu ənənəvi konferansı ardıcıl olaraq 6-cı dəfə keçirməyimiz
Azərbaycan əzaçılığına verdiyimiz töhfənin bariz nümunəsidir. Bu ilki konferansımızın əsas mövzusu müasir əzaçılıq və inkişaf yolları ətrafında qurulur. Bu mövzu günümüzün sürətlə dəyişən tibb və texnologiya dünyasında əzaçılığın rolunun nə qədər həyati olduğunu göstərir. Məqsədimiz bir araya gələrək sektorun nailiyyətlərini dəyərləndirmək, innovativ həlləri müzakirə etmək və əzaçılıq xidmətinin keyfiyyətini daha da yüksəltmək üçün birgə yol xəritəsi müəyyənləşdirməkdir. Mən bir haşiyə çıxmaq istəyirəm ki, bu kağızdan oxumağımın səbəbi odur ki, bilirsiniz, əzaçılar qarşısında çıxış eləmək asan məsələ deyil. Çünki burada həm dövlət qurumlarında işləyən əzaçılarımız var, həm praktiki əzaçılar. Onların hamısının ürəyi doludur. Mən burada sərbəst danışası olsam, yerdən suallar çox olacaq. Ona görə ehtiyatlı tərpənib, mən konspektdən istifadə edəcəm. Bunu xahiş edirəm, başa düşəsiniz. İndi biz şərait yaratmışıq, sıravi əczaçı aptek müdürü də iştirak edəcək. Əczaçılıq sektorunda olan çətinliklər, yaxud da tək çətinlik yox, problem yox, xoş tərəflər də danışılacaqdır. Yəni, bu heç də o demək deyil ki, bizdə əczaçılıq pis vəziyyətlərdir. Bu heç də belə deyil. Son illərdə dövlət səviyyəsində əczaçılıq sahəsinə göstərilən diqqət və dəstək sayəsində, məsələn, yerli istehsalın artırılmasına dəstək. Bunu mən çəkinmədən deyə bilərəm, çünki biz dəfələrlə bu yerli istehsalla bağlı görüşlərimiz olur Səhiyyə Nazirliyində və digər dövlət qurumlarında. Yəni, dövlətin bu sahəyə göstərdiyi diqqət göz önündədir. Elə əhəmiyyətli irəliləyişlər də əldə olunub. Yəqin, məlumatı olanlar var, zavodların tikilməsi və s. bu kimi şeylər. Bu kimi məsələlərdə, məsələn, bizdə kadr məsələsi xüsusilə vacibdir. Burada artıq indi tətbiq keçirdiyimiz bu təhsil ocağı, tibb universitetinin böyük rolu var. Hörmətli professorlarımız əyləşibdir. Bununla belə sektor hələ də bir sıra əsaslı çətinliklərlə üz-üzədir. Məsələn, dərman təhlükəsizliyindən nəzarətin gücləndirilməsi. Bizdə bu sahə zəifdir. Necə ki, pandemiya dövründə, müharibə dövründə, hətta bizə aid olmayan müharibələr dövründə bizdə bu dərman təhlükəsizliyi yaxşı vəziyyətdə olmadı. Qeyri-legal əzaçılıq fəaliyyətlərinə qarşı mübarizə bu məsələdə tam həllini tapmayıb. Regionlarda kadr təminatı, yenə kadr təminatı deyəndə mən tibb universitetini önə çəkmək istəyirəm və ixtisaslı kadrların davamlı inkişafı. Bu məsələdə də tibb universitetinin xüsusi rolu var, yəni danmaq olmaz, amma daha da davamlı olması lazımdır. Bu problemlərin həlli təkcə dövlətin yox, həm də hər bir əczaçının və ictimai birliklərin birgə səylərini tələb edir. Əzaçlar qrupu ictimai birlik olaraq biz hər zaman bu problemlərin həllində aktiv rol oynamağa, dövlət qurumları ilə sıx əməkdaşlığa və əzaçların hüquqlarını müdafiə etməyə hazırıq. Bunu mən hər dəfə çıxışında deyirəm, əzaçların hüquqlarını müdafiə etməyə hazırıq. Mən bir vacib məqamı qeyd eləmək istəyirəm ki, dövlət qurumları, bir dövlət olaraq bizi yüksək səviyyədə qəbul edirlər. Siz sadəcə, mən əzaçlara ərk edib deyirəm, çox passivik, hüquqlarımızı bilməliyik, tələb eləməyi bacarmalıyıq bizdən, ictimai təşkilat olaraq bizdən tələb etməyi bacarırıq. Biz həmən o tələbləri, çatışmazlıqları lazımı müvafiq dövlət qurumundan həll edib, nəyəsə nail ola bilərik. Bunu unutmayın, xahiş edirəm. Bizim gələcək vizyonumuz haqqında deyim ki, Azərbaycan əzaçılığını regional liderlərdən birinə çevirməkdir. İndi bayaq söhbət elədik, Professor Məhbubə xanımla Özbəkistanda səfərdən gəlir. Niyə axı Məhbubə xanım deməlidir ki, Özbəkistan əzaçılığı bizdən daha qabaqdadır? Niyə deməlidir? Bizim axı daha yaxşı savadlı əzaçlarımız var. Bizim dövlətin əzaçlığa olan qayğısı daha yüksəkdir, nəinki Özbəkistanda. Yəni, bunun səbəbi nədir? Biz onu bilməliyik. Mənim bu çıxışımı biraz ittiham xarakterli hesab eləməyin. Sadəcə, belə bir şans ildə bir dəfə əlimə düşür. Ona görə belə odlu alovlu danışıram. Konferansın gündəliyi çox zəngindir, biləsiniz. Sizi təqdimatlarda, müzakirələrdə fəal iştirak etməyə çağırıram. Fikirlərinizi bölüşməyə və yeni əməkdaşlıq
körpüləri qurmağa çağırıram. Ümidvaram ki, gücümüz birlikdədir. Bu gücümüz birlikdədir bizim şüarımızdır. Yəqin bilirsiniz. Yəni, bunu söz olaraq saxlamayaq. Burada ancaq əsasların birliyindən söhbət getmir. Yenə deyirəm, bu əsaslıqla bağlı dövlət qurumlarının da bizlə bir cəbhədə olmağı vacib lazımdır və biz cəbhədəyik. Elə burada iştirak edən rəsmi qurumların nümayəndələri də onu göstərir ki, dövlət həmişə bizə dəstək olur. Biz həmən dəstəyin qarşılığını verməyə çalışmalıyıq. Bir daha konferansımızın təşkilinə dəstək verən tərəfdaşlarımıza və iştirakınızla bizi şərəfləndirən hər kəsə dərin minnətdarlığını bildirirəm. Əminəm ki, 6-cı Əczaçılıq konferansı əczaçılıq sənayesinin inkişafına mühüm töhfələr verəcək. Niyə əczaçılıq sənayesinin? Onu da deyim. Əczaçılıq fakültəsi sıradan bir fakültə deyil. Onu qurtarıb ancaq aplikdə işləyəcək deyə bir fikir olmamalıdır. Əczaçılıq sənayesi inkişaf eləsə, bizdə əczaçların sayı da artacaq. Amma azı bir reallıqdır ki, əczaçılıq fakültəsində oxuyanlar heç də üzləri gülmür. Gülmür, fakt budur. Çünki qutarandan sonra gəlir aşağıdır, iş yerləri məhduddur, amma biz işləyə bilərik zavodlarda mütəxəssis kimi, laboratoriyalarda mütəxəssis kimi. Yəni, gəlir çox olan bir sahədə iş yerləri olsa daha yaxşı olar. O mənada mən ümid edirəm ki, bu kimi tədbirlərdə biz ki, bu kimi fikirləri səsləndiririk, bu vacibdir. Yəni, əsaslıq sənayesinin inkişafına bir zəmin ola bilər bu kimi fikirlər. Son olaraq konferansın işinə uğurlar arzulayıram və hamınıza təşəkkür edirəm. Məndən bu qədər. Sağ olun. Əczaçılar Klubu İctimai Birliyi İdarə Heyətinin sədri Şövqü müəllimə təşəkkürümüzü bildiririk. Minnətdarıq. Çıxış üçün səhnəyə Azərbaycan Tibb Universiteti Əczaçılıq Fakültəsinin dekanı Fərəh xanım Mədədli dəvət olunur. Alqışlarınız. Hörmətli qonaqlar, əziz həmkarlar, çox dəyərli tələbələr və gələcəyin əczaçıları. Mən bugünkü tədbirdə 6-cı Ümumrespublika Əczaçıları Konferansında Beynəlxalq Əczaçılıq Günü münasibəti ilə keçirilən, həmçinin hər il keçirilən konferansda hamınızı salamlamaqdan çox böyük şərəf və qürur duyuram. Xüsusilə də burada oturan, əyləşən əczaçılar və gələcək əczaçıların hamısı üçün, həmçinin mənim üçün də alma mater olan Azərbaycan Tibb Universitetinin doğma divarları arasında olduğumuza görə 2 qat şərəf duyuram. Və mən sizə hörmətli rektorumuz Profesor Gəray Gəraybəylinin çox səmimi salamlarını çatdırmaq istəyirəm. Konferansın işinə uğurlar arzuladı, əhəmiyyətli dövlət tədbirində olduğu üçün qatıla bilmədi, çox təəssüf, amma salamlarını çatdırmağı məndən xahiş etdi. Əczaçılar təkcə dərman hazırlayan və paylayan mütəxəssis deyil, həmçinin də elmin, vicdanın və insan sevgisinin daşıyıcısıdır. O elmlə insan arasında körpü salan, ağrını yüngülləşdirən, ümidi bərpa edən bir mütəxəssisdir. O, hər hansı bir molekulu ümidə çevirən, formulu sağlamlığa çevirən və elmi biliklə insan taleyini bir gələcəyə aparan bir mütəxəssisdir. Bugün əczaçılıq elmi sürətlə dəyişir. Biotexnologiyalar, rəqəmsal səhiyyə, ünvanlandırılmış dərmanlar, süni intellekt, bunlar hamısı artıq gələcəyin yox, reallığın bizə verdiyi yeni texnologiyalardır. Yalnız bu dəyişikliklər içində dəyişməyən bir dəyər var, o da insan sağlamlığına xidmət missiyasıdır və Azərbaycan Tibb Universitetinin Əczaçılıq Fakültəsi məhz bu ali missiyanın önündə dayanır və Əczaçılıq Fakültəsi bu dəyəri daşıyan bir məkandır, bir ocaqdır, bir məktəbdir. Burada yetişən tələbələr tək dərmanların tərkibini yox, onların hazırlama metodunu yox,
həmçinin də sağlamlığın mənəvi mahiyyətini öyrənir və onlar sabahın tədqiqatçıları, klinik əczaçıları, istehsalçıları və ümumiyyətlə rəhbərləri və təbii ki, bu elmin yenilikçiləridir. Bu arada mən Ulu öndərimiz Heydər Əliyevin çox məşhur bir kəlamını sitat gətirmək istəyərdim. İnsana ən böyük xidmət onun sağlamlığına olan xidmətdir. Və məsələ bu sözlər bizim həm andımız, həm elmimizin mənbəyi, həm ümumiyyətlə peşəmizin fəlsəfəsinə çevrilibdir bu sözlər. Bugün münasibəti ilə mən elmə, təhsilə, tədqiqatlara, istehsala töhfə verən hər bir əczaçını təbrik edirəm və bu çox şərəfli və layiqli peşələrində gələcəkdə uğurlar arzulayıram. Mən bir məsələni söyləmək istəyirəm ki, bizim peşəmiz dünyada olan ən aktual, ən vacib olan və ən gəlir gətirən, dəbdə olan və gələcəyə yönəlmiş peşələrdən biridir. Şövqi müəllim ölkədə mövcud olan problemlər haqqında danışdı və bu problemlərin 50 və ya daha böyük faiz hissəsi bizim çiyinlərimizə düşür ki, biz bu səhvləri, problemləri düzəldək və öz peşəmizin prestijini, reytingini artıraq və aktuallığını cəmiyyətimizdə isbatlayaq. Və baxmayaraq ki, bizim sahəmiz ən çox rəqabət olan, sağlam və qeyri-sağlam rəqabət olan bir ixtisas sahəsidir. Amma mən tez-tez bu sitatı gətirirəm, çünki mənim həyat fəlsəfəm budur. Bir müdriklərdən biri deyib ki, sürətlə getmək istəyirsənsə tək get, amma uzağa getmək istəyirsənsə birlikdə get. Yəni biz birlikdə olmasaq, tədqiqatçılar, istehsalçılar, sahibkarlar, bütün əczaçılar birlikdə olmasa bizdə heç nə alınmayacaq. Və bunda biz özümüz maraqlıyıq ilk növbədə. Mən bu konferansın təşkilinə dəstək olan Azərbaycan Tibb Universitetinin rəhbərliyinə ilk növbədə və hər zaman bu peşənin dərdinə yanan və bu peşənin problemlərini açıqlayan, araşdıran, əczaçıları bir yerdə toplamağa çalışan və nə xoş ki, onlarda bu yaxşı alınır. Əczaçılar Klubu İctimai Birliyinə öz təşəkkürümü bildirirəm. Həmçinin tərəfdaş şirkətlərə, burada bir çox nümayəndələr əyləşib. Demək olar ki, sahənin ən parlaq, ən öndə olan nümayəndələri bugün bu zaldadır. Hamını görmək çox xoş idi. Mən hamıya öz minnətdarlığımı bildirirəm və bu ordunu yetişdirən əczaçılıq fakültəsinin də sizə ehtiyacı var. Bizim cəmiyyətdə çox qəribə bir təzad var. Hər zaman mən sahibkarlarla, əczaçılıq sektoru nümayəndələri ilə görüşəndə onlar kadr çatışmazlığından şikayət edir. Tələbələrimiz isə öz növbəsində hər zaman yaxınlaşır və onları yönəltmə xahişləri edirlər hər zaman ki, hər hansı bir şirkətə, istehsala, yaxud harasa. Yəni, deməli, burada rabitə pozulur. Deməli, bax, belə tədbirlərə ehtiyac daha çoxdur. Çünki mən şəxsən bilirəm ki, bax, elə Əczaçılar Klubu İctimai Birliyinin hər il keçirilən konferansında bir çox adamlar bir-birini tanıyır və bu rabitə yaranır. Yəni, yeni zəncirləri yaranır. Bu da bizim hamımızın marağımızdadır ki, ölkənin çox hörmətli bizim cənab prezidentimizin qeyri-neft sektorunun inkişafı strategiyasını imzaladığı, bax, həmən o strategiyada qeyri-neft sektorunun inkişafında elə birinci punktda ölkədə dərman vasitələrinin istehsalı göstərilibdir. Yəni, biz yaxın 10 ildə bunun hesabatını verməliyik. Bizim hamımız, bütün əczaçılar və elə bu yolda da atılan hər bir addım ölkəmiz üçün bir qürur hissidir, bir şərəf hissidir və bir nəysə nailiyyətdir. Biz də bir ordunun əskərləri, şərt o deyil ki, biz cəbhədə vuruşaq. Biz də səhiyyənin xidmətində, əhalinin sağlamlığının keşiyində və əczaçılıq sahəsinin inkişafında duran bir orduyuq və bu ordunun əskərləriyik. Mən bugünkü konqresin işinə çox böyük uğurlar arzulayıram. Əczaçılıq gününü münasibətilə hər birimizi səmimi qəlbdən bir daha təbrik edirəm. Qoy elmimiz işıqlı, xidmətimiz dəyərli, əczaçılığın nuru isə insan sağlamlığının sabahına yol göstərən işıq olsun. Təşəkkür edirəm.
Azərbaycan Tibb Universiteti Əczaçılıq Fakültəsinin dekanı Fərə xanım Mədədli. Təşəkkür edirəm, minnətdarım. Çıxış üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini cənab Emil Hüseynliyə verilir. Hörmətli xanımlar, cənablar, hörmətli konferans iştirakçıları, ilk növbədə sizi Kiçik Orta Biznes İnkişafı Agentliyinin sədri Orxan müəllim adından sizi salamlayıram və bu tədbirə dəvət üçün təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edərək bu sentyabr ayının 25-i tarixində Beynəlxalq Əczaçılar Günü münasibəti ilə bütün əczaçıları, bu sahədə fəaliyyət göstərən şəxsləri peşə bayramına münasibəti ilə bir daha da təbrik edirəm. Beynəlxalq Əczaçılar Günü cəmiyyətin sağlamlığını qorunmaq, xəstəliklərin qarşısına almaq, o cümlədən bu sahənin əhəmiyyətini qeyd etmək üçün önəmli bir gündür. Həm səhiyyə sistemində, həm də cəmiyyətdə əczaçılığın rolu və əhəmiyyətini vurğulamaq üçün çox önəmlidir. Rəqəmlaşma və yeni texnologiyanın tətbiqi, dərman və keyfiyyətlərin artırılması və səhiyyə xidmətlərinin daha əl çatan edilməsi sektorun gələcək inkişafı üçün əsas istiqamətlərindəndir. Əczaçılıq sənayesi səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə bu sektorun inkişafı ictimai sağlamlıq, tibbi innovasiyalar, xəstəliklərin qarşısı alınması və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına birbaşa təsir göstərir. Əczaçılıq sahəsi tədqiqat, inkişaf, istehsalat, marketinq və satış mərhələlərindən ibarət olan mürəkkəb bir prosesdir. Bu sahənin inkişafı ilə tibbi müalicənin keyfiyyətini artırmaqda və yeni texnologiyanın daha effektiv müalicə üsulu ilə ortaya çıxartmaqdadır. Azərbaycanda əczaçılıq sektoru son illərdə sürətlə inkişaf prosesində olan bir sahədir. Ölkə iqtisadiyyatında və səhiyyə sistemində mühüm rol oynayır. Əczaçılıq sektorunun həm yerli istehsalın artırılmasında, həm də ithal edilən dərmanların təmin edilməsi ilə əlaqədardır. Bu sahənin genişlənməsi ölkənin sağlamlıq xidmətinin keyfiyyətinin yaxşılaşdırılması və iqtisadi artımın təmin edilməsi üçün strateji əhəmiyyət daşıyır. Son illərdə Azərbaycan Respublikasında həyata keçirilən uğurlu iqtisadi siyasət əhaliyə göstərən tibbi xidmətlərin müasir standartlara çatdırılması, eləcə də bu sistemin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlverişli zəmin yaratmışdır. Qeyd edə bilərik ki, bu sahədə fəaliyyət göstərən sahibkarların rəqabətə davamlılığının artırılması, onların göstərdiyi xidmətlərin daha da keyfiyyətli və müasir standartlara uyğunlaşdırılması prioritet istiqamətlərdən birinə çevrilmişdir. Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafın strategiyasında rəqabətli insan kapitalı və müasir innovasiya məkanı milli prioritetlər üzrə əsas məqsədlərdən biri də vətəndaşların sağlam həyat tərzidir. Reproduktiv sağlamlığın, uşaqların sağlam böyüməsinin təmin edilməsi, sağlam həyat tərzini və sağlam qidalanmanın təşviqi strategiyanın irəli gələn fəaliyyət istiqamətlərindəndir ki, bu sahədə əczaçılığın da xüsusi rolu vardır. Ümumilikdə Azərbaycanda tibbi məhsulların istehsal edən müəssisələrin yaradılması, ölkənin iqtisadi sənayenin inkişafı və qeyri-neft sektorunun payının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, əczaçılıq sektorunun inkişafı ölkəmizdə valyuta axının azalmasına və yeni sərmayələrin cəlb edilməsində xidmət etmiş olacaqdır. Azərbaycanda istər əczaçılıq sənayesinin, istərsə də tibbi sənayenin inkişafı ilə bağlı əhəmiyyətli işlər görülür. Qanunvericilikdə son illərdə aparılan islahatlar, tədbirlər, yaradılan əlverişli biznes mühitinin əczaçılıq məhsullarının olan daxili tələbatını ödəməyə və gələcəkdə ixrac potensialının artırmağına yönəlikdir. Əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalının asılılığının azaldılması və əhalinin dərman vasitələrinin tələbatının ödənilməsi, yerli istehsalın təşviq edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılmış Pirallahı Sənaye Parkı bu sahədə böyük önəm daşıyır. Bundan başqa, Ələt Azad İqtisadi Zonasında da xarici investisiyalar müəssisələrinin tikintisi davam etdirilir. Qeyd edim ki, əgər biznes subyektləri qalın preparatların istehsalının üstünlük verirlərsə, Pirallahı Sənaye Parkının və Ələt Azad İqtisadi Zonasında fəaliyyətə başlayacaq müəssisələrdə daha mürəkkəb
texnoloji proseslərin bu sahədə müasir innovasiyanı tətbiq etməklə keyfiyyətli məhsulların istehsalına hədəfləyiblər. Əminik ki, istifadə veriləcək yeni müəssisələrin təhsil, elm müəssisələri ilə istehsala sahələrin qarşılıqlı fəaliyyəti effektivliyini artırar və elmi tədqiqat institutları, universitetlərin, eləcə də dövlət və özəl araşdırma təşkilatlarının innovasiya infrastrukturundan faydalanmasına, sənaye və elm sahəsində əməkdaşlığa, o cümlədən müasir mütəxəssislərin hazırlamasına ciddi töhfə verəcəkdir. Hörmətli konferans iştirakçıları, bildirmək istəyirəm ki, KOBE ictimai nəzarəti təmin olunmasında, işgüzar dairələrin məlumatlandırmasında, biznes müxtəlif sahələr üzrə ictimai fikrin öyrənməsində maraqlıdır. Bununla əlaqədar mütəmadi olaraq KOBE-yanın təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən biznes subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətinin institutlarının iştirakı ilə mütəmadi olaraq görüşlər keçirir, müzakirələr təşkil edir. Qeyd etmək istərdim ki, əczaçılıq sektorunda fəaliyyət göstərən biznes subyektləri KOBE tərəfindən təmin edilən bir sıra dəstək və xidmətlərdən faydalana bilərlər. Müxtəlif regionlarda əhatə edən KOBE inkişaf mərkəzləri, KOBE evləri və KOBE dostu şəbəkələrinin bizneslərin inkişafında bütün mərhələlərində onlara xidmət edən və təşəbbüslərini reallaşdırmasına yardım edən mühüm infrastrukturdur. Həmçinin daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, startap şahidnaməsi, sərgilərdə iştirak, innovasiyanın təşviqi sənədi, klasterlərin yaradılması və s. istiqamətlərdə müvafiq dəstək alətlərimiz mövcuddur. Ümid edirəm ki, bugün burada səsləndirilən fikirlər və təkliflər hər birimizin üçün əhəmiyyətli olmaqla ölkəmizdə əczaçılıq sahəsinin inkişafına öz töhfəsini verəcək. Yeni layihələrin əsasına qoyulmasına öz müsbət təsirini göstərəcəkdir. Yerli əczaçılıq sahəsində innovativ texnologiyalar və xidmət təklif edən startapların dəstəklənməsi üçün dövlət-özəl tərəfdaşlıq layihələrin yaranmasına səbəb olacaqdır. Çıxışımın sonunda ölkəmizdə əczaçılıq sektorunda inkişafında xüsusi rol oynayan Əczaçılar Qrupunun İctimai Birliyinin Beynəlxalq Əczaçılar Günü münasibəti ilə təşkil etdiyi 6-cı ənənəvi konferansın işində uğurlar arzu edirəm və bir daha öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini cənab Emil Hüseynli. Təşəkkür edirik. Çıxış üçün Musiyyət Başqanı cənab Rəşad Cabirlini dəvət edirəm. Hörmətli konferans iştirakçıları, əziz müəllimlər, hörmətli Şövqü müəllim, Emin müəllim, dəyərli əczaçılar, qonaqlar, hörmətli xanımlar və cənablar, hər birinizi Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi adından səmimi qəlbdən salamlayıram. Bugün burada Beynəlxalq Əczaçılar Günü münasibəti ilə Respublika 6-cı Əczaçılar konferansında iştirak etməkdən məmnunluq hissi duyuram. Dəvətə görə Şövqü müəllimə təşəkkürümü bildirirəm. Bu konferans həm peşəkar biliyin, həm səhiyyə sektorunda ictimai və özəl əməkdaşlığın daha da gücləndirilməsi üçün gözəl bir nümunədir. Əczaçılıq tibb elminin ən həssas, eyni zamanda ən strateji sahələrindən biridir. Əczaçılar insan sağlamlığının az öncə hörmətli Fərəh müəllim də qeyd elədi. Həm bilik və əczaçılar insan sağlamlığının qorunması üçün bilik, vicdan və məsuliyyət daşıyan mütəxəssislərdir. Bugün bu səbəbdən Beynəlxalq Əczaçılar Günü həm elmə, həm insanlığa, həm də etik dəyərlərə xidmətin bayramıdır. Dünyanın 85 ölkəsində 60 min şirkəti birləşdirən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi olaraq biz səhiyyə və əczaçılıq sektorunun təkcə iqtisadi bir sahə kimi deyil, həm də ictimai məsuliyyətin və milli dayanıqlığın dayağı kimi görürük. Əczaçılıq sahəsində yerli istehsalın təşviqi
beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovativ tibb texnologiyanın tətbiqi prioritet istiqamətlərdəndir. Bugün əczaçılıq bazarında artan keyfiyyət tələbləri, yerli istehsal təşəbbüsləri və tədqiqat potensialı bizi yeni bir mərhələyə aparır. Biz inanırıq ki, dövlət, özəl və elmi institutlar arasında formalaşan sinerji yaxın illərdə Azərbaycanın regionda farmasevtik mərkəzlərdən birinə çevrilməsinə imkan verəcəkdir. Bu yolda Əczaçılar Klubu ictimai bilim təşəbbüslərinin və bu cür elmi praktiki konferansların, əməkdaşlıq platformalarının rolu misilsizdir. Biz müsiyat olaraq Əczaçılar Klubu ictimai birliyi ilə hər zaman olduğu kimi bu əməkdaşlığı davam etdirməyə və sağlam gələcək naminə bilik və biznes arasında körpü yaratmağa hazırıq. Əziz əczaçılar, siz insanların sağlamlığını qoruyan səssiz qəhrəmanlarsınız. Sizin zəhmətiniz, dəqiqliyiniz və insan həyatına olan hörmətiniz hər bir təşəkkürü haqq edir. Sizi bir daha bu əlamətdar gün münasibəti ilə təbrik edir. Konferansın işinə uğurlar arzu edir. Gələcək işlərinizdə böyük nailiyyətlər arzu edirəm. Bir daha təşəkkür edirəm. Sağ olun. Müsiyat Başkanı cənab Rəşad Cabirli. Təşəkkür edirik. Söz verilir İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdürü cənab Elvin Quliyeva. Salam, hörmətli əczaçılar, hörmətli tədbir iştirakçıları, hörmətli Əczaçılıq İctimai Birliyinin sədri Şövqü müəllim, ilk növbədə İcbari Tibbi Sığortanın sədri Zaur Əliyevin adından hamınızı salamlayıram və tədbirin dəvətə görə hamınıza təşəkkür edirəm. Ümumiyyətlə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlığının artırılması məqsədi ilə dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarların üzərində işləyir. Bununla bağlı bildirmək istəyirəm ki, ambulator şəraitdə dərman təminatı yaxın zamanlarda bunun maliyyələşdirilməsi üzərində yeni qərarlar qəbul olunacaq ki, bu qaydalarla da yeni tənzimləmə mexanizmləri ilə artıq bu elektron reseptlər vasitəsilə əhalimiz bəzi dərmanları, bir qrup dərmanları pulsuz əldə edə biləcəklər. Bu çox həm hər birimiz üçün sevindirici bir haldır və ilk növbədə bunun üçün də hal-hazırda həm texniki işlər aparılır, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi üzərində işlər aparılmışdır. Qanunvericilikdə hal-hazırda pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiyasının hesablanması qaydası, pozitiv siyahıya dərman vasitələrinin seçilməsi qaydası, xidmətlər zərfinə dərman və tibb vasitələrinin salınması qaydası, apteklərlə ambulator şəraitdə dərman vasitələrinin bağlanması müqavilələrinin nümunəvi formaları, dərman vasitələrinin, ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilənin nümunəvi forması, dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi müqavilələrinin nümunəvi formalar kimi yeni Nazirlər Kabinetinin qərar layihələri hazırlanmışdı və Nazirlər Kabinetinə təsdiq üçün təqdim edilmişdi. Yaxın zamanlarda yəqin ki, bu qərarlar təsdiqlənəcək və qərarların təsdiqindən sonra artıq dərman təminatının sığorta üzrə maliyyələşməsinin yeni bir modelinə keçiləcəkdir. Bundan əlavə bildirmək istərdim ki, bayaq biraz həyəcanlıyam. Açığı, Tibb Universiteti mənim üçün çox doğmadır. Mən bu universitetdə də əczacılıq üzrə təhsil almışam. Ona görə burada professor müəllim heyətinin qarşısında da çıxış eləməkdə biraz həyəcanlanıram.
Onlara da öz işlərində çox uğurlar arzulayıram və əczacıların bugünkü günündə əczacılara hər birinə bu Beynəlxalq Əczacılar Gününü təbrik edirəm və öz işlərində də uğurlar arzulayıram. Və bir əczacı kimi bundan başqa əczacılıq sahəsinin bugünkü tədbirin mövzusu əczacılığın müasir inkişafı və müasir inkişaf yollarıdır. Diqqətinizə biraz elmi məlumatları çatdırmaq istərdim. Nobel üzrə tibb mükafatlarına baxsaq, 1901-ci ildən bu günə qədər tibb üzrə 229 tibb dalında çalışan alim, professor, deməli, Nobel üzrə tibb mükafatı almışdır. Təbii ki, bunlar arasında fizioloqlar, həkimlər, əczacılar, biokimyaçılar vardır. Təbii ki, mən bir əczacı olaraq daha çox arzulayaram ki, içində gələcəkdə daha çox da yenə də əczacılar olsun. Amma əczacılıq elə bir sahədir ki, əczacılıq sahəsi baxsaz əczacı biokimyacı, əczacı fizioloq, əczacı mikrobioloq, əczacı genetik, əczacı farmakoloq. Yəni, əczacılıq bunların tam ortasında bir sahədir ki, bütün tibb dallarına demək olar ki, nüfuz eləyə bilir. Bütün tibb dalları ilə bir yerdə, birlikdə işlər apara bilir. Təbii ki, siz bir əczacı researcher, yəni tədqiqatçı olduqda digər dallarla da birlikdə, məsəl üçün, birgə tədqiqatlar apara bilirsiniz. Mən son apardığım tədqiqatlarda burada bizə biokimyaçılar kömək olur, burada bizə farmakoloqlar kömək olur, burada bizə biokimyaçılar kömək olur və yaxud da ki, histoloqlar kömək olur. Yəni, bütün dallar sizə kömək ola bilər və birgə ortaq tədqiqatlar apara bilərsiniz. Keçən il, yəni tibb üzrə Amerika Birləşmiş Ştatlarından olan 2 alim almışdı Nobel tibb mükafatını və onların kəşfi mRNA üzərində idi, yəni mikro-RNA-nı kəşf elədilər. Mikro-RNA-nin kəşfi artıq tibbdə yeni bir mərhələdir, amma bu ilki kəşfdə sanki onun davamı bir kəşf kimidir. Ona baxsaq, artıq deməli, bu ilki kəşf yenə Amerika Birləşmiş Ştatlarından Mary Brunkovdur, Fred Ramstel'dir, Yapon immunologu Shimon Sakaguchi'dir ki, bunlar nəyi kəşf elədilər? Onlar kəşf elədilər periferik immunitet tolerantlığı. Periferik immunitet tolerantlığı sahəsindəki kəşf nəyə səbəb olacaq? Yəni, bildiyiniz kimi orqanizmamızda autoimmun xəstəliklər baş verə bilir. Autoimmun xəstəliklər nəyin nəticəsində baş verir? İmmun hüceyrələrimiz öz bədənimizin hüceyrələrini yad kimi qəbul edir və onları məhv etməyə başlayır, onları düşmən görür. Amma bu mexanizmlər nəticəsində, bu tolerantlıq nəticəsində həmin hüceyrələr durdurula bilər. Yəni, həmin hüceyrələri yenidən düşmənlərə yönəltmək funksiyasında yeni bir mərhələ, tibbdə yeni bir cığır açacaq bir mərhələdir bu. Bu, hansı sahələrə inkişafına səbəb olacaq? Autoimmun xəstəliklərin müalicəsində önəmli olacaq, xərçəng xəstəliyin müalicəsində önəmli olacaq, kök hücrə terapiyasında önəmli olacaq, həmçinin orqan transplantasiyasında çox önəmli bir mərhələdir. Bu kəşfdən sonra nə olacaq? Yəni, təbii ki, bioloji preparatlar, immunobioloji preparatlar istehsal olunacaq. Bunlar da mRNA texnolojisi üzərində həmin sahədə immunoloji preparatlar istehsal olunacaq ki, kəşf olunacaq ki, onlar artıq bu sahələrdə böyük uğurla tətbiq olunacaqdır. Biraz, bu barədə də məlumat vermək istədim və ikinci inkişaf yolundan danışanda biz hər zaman ölkəmizdə əczacılar üçün onu bildirmək istərdim ki, əczacılıq sadəcə aptek və əczacılığı deyil, müasir əczacılıq klinik əczacılıqdır. Müasir əczacılığın yolu klinika ilə birgə tədqiqatlardır, klinik bilgilərdir və
aptek əczacılığın özündə belə oradakı əczacı ilk sağlıq nümayəndəsidir ki, birinci basamaq sağlıq deyirik biz buna, birinci mərhələ. Ona görə ki, əczacı daha çox dərmanları, insanlar daha çox dərmanları qəbul etdikdə ən çox əczacılarla ünsiyyətdə olurlar. Ona görə, yəni yanlış bir tədavi olunubsa belə, yəni əczacılar bunu düzəltməkdə peşəkar olmalıdırlar. Əczacılar bunları, sirləri qorumaqda peşəkar olmalıdırlar. Əczacılar xəstələri düzgün yönləndirmədə peşəkar olmalıdırlar. Hər hansı bir dəri bir xəstəliyi varsa, əczacılar onları dermatoloqlara düzgün yönləndirməyi bacarmalıdırlar. Hər hansı bir ilkin yaralanmalar, ilkin tədavilər tələb olunan hallarda əczacılar onları düzgün müalicə istiqamətləndirməlidirlər. Bu baxımdan da əczacılıq bütün dünyada birinci basamaq tibb müəssisələri kateqoriyasında apteklər və əczacılar dünyada qəbul olunur. Ona görə də əczacıların rolu çox önəmlidir. Əgər biz diqqət eləsək, Covid dövründə də, müharibə dövründə də yenə dərmanların düzgün təchizatında, dərmanların düzgün çatdırılmasında, əhalinin dərmanlara yəni ki, düzgün yönləndirilməsində əczacıların böyük rolu olmuşdur. Bizim yeni qanunvericiliklərimiz nə vəd edir? Onlar barədə də fürsətdən istifadə edib, həm burada dərman şirkətləri iştirak edir, həm aptek müdürləri, həm depo nümayəndələri iştirak edir ki, onlarla da qısaca bildirmək istərdim ki, burada bütün apteklər yeni yaranmış sığorta sistemində iştirak edə biləcəklər. Təbii ki, icbari tibbi sığorta ilə müqavilə bağlayaraq, yəni ki, dərman təminatının, dərman maliyyələşdirilməsinin yeni modeli ilə satılan dərmanları qarşılaya biləcəklər. İkinci vacib məqam, xidmətlər zərfinə artıq ambulator şəraitdə istifadə olunan dərman vasitələri oraya qəbul olunacaq ki, həm də tibb vasitələri, onların da istifadəsi üzrə yeni bir sığortanın təminatında olan pozitiv siyahı yaradılacaq. Pozitiv siyahıya daxil olacaq dərmanları da təbii ki, dərman şirkətlərinin müraciətləri qaydalara uyğun tənzimləmələr şəklində aparılacaqdır. Bütün bunlar həmçinin bizə elektron reseptin tətbiqini gətirir. Elektron resept zaten tətbiq olunur, amma icbari tibbi sığorta üzrə qarşılanacaq dərman vasitələri də təbii ki, elektron reseptlə təyin olunacaq. Elektron reseptin imkanlarını bilirsiniz, burada sınırsızdır, yəni çox təqib izləmə sistemi gələcək, bu Səhiyyə Nazirliyi bunun üzərində işləyir. Bunların hər biri bir-birləri ilə inteqrasiyası nəzərdə tutulur və bu şəkildə də davam ediləcək. Sonda yenə bütün əczacılara, bütün tibb işçilərinə, tibb camiasına, həkimlərə, professor müəllimlərimizə, Tibb Universitetinin rəhbərliyinə, Fərəh xanıma, Şövqü müəllimə də təşəkkür edirəm həm dəvətə, həm də çıxış üçün sözlər. Hər birinizə sağ olun. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şöbə Müdürü cənab Emil Quliyev. Təşəkkür edirik. Söz verilir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şöbə Müdürü Validə xanım Sadıqovaya. Hər kəsi salamlayıram Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi adından və əczaçıların peşə bayramlarını təbrik edirəm. Mənim üçün də əczaçılar yalnız dərman vasitələrinin satışını və ya istehsalını, onların hazırlanmasını həyata keçirən insanlar deyilər. Əslində, onlar da ictimai sağlamlığın qorunmasında, bayaq çox hörmətli Fərəh xanımın dediyi kimi, ön cəbhədə olan şəxslərdir. Ona görə mən düşünürəm ki, bu yalnız sizin peşə bayramınız deyil, həm də bu sağlamlığın qorunmasına xidmət edən bir missiyanın təntənəsidir. Ona görə sizi səmimi qəlbdən təbrik edirəm. Hər dəfə mən çalışacağım agentliyin, Qida Təhlükəsizliyi Agentliyinin təmsil etdiyim üçün bunu necəsə biraz qida ilə, qida təhlükəsizliyi ilə, sağlam qidalanma ilə əlaqələndirim və əczaçılıqda kifayət qədər həcm payına malik olan və agentliyin səlahiyyətləri ilə toxuşan
bioloji aktiv qida məhsullarından danışsam, düşünürəm daha uyğun olar. Bilirsiniz ki, bugünə qədər ümumilikdə sağlam qidalanma və ümumilikdə sağlam həyat tərzi ilə bağlı maraq artıb son illərdə. Adətən, hər hansısa bir sahəyə maraq iki səbəbdən arta bilir. Ya orada doğrudan cəmiyyətin rifahına müsbət və ya düşünülən müsbət təsir var, insanların marağını cəlb edir və ya orada hansısa bir problemin həlli gözlənilir, həlli yolları gözlənilir. Mən düşünürəm ki, sırf sağlam qidalanma ilə bağlı bu dövlət qurumlarının, beynəlxalq təşkilatların bu artan çağırışları əslində qidalanmanın təsiri ilə, sağlamlıqda olan mənfi təsirlərlə mübarizə məqsədi ilədir. Bunu deməyimə əsaslandıran şərtlər var. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı hər 3 ildən bir reportlar yayımlayır, dərc edir və orada dünya əhalisinin sağlamlıq vəziyyətini əks etdirən rəqəmlər yer alır. 25-ci ildə yayımlanmış hesabata nəzər salsaq, görərik ki, erkən ölümlərin 3də 2-sinin səbəbinin qeyri-infeksion xəstəliklər olduğu bildirilmişdir. Qeyri-infeksion xəstəliklərin yadımda qalan rəqəmlərini səsləndirəcəm. Daha çox ürək-damar xəstəlikləri burada 35%, kifayət qədər böyük rəqəm təşkil edir. Xərçəng xəstəliyi də ona yaxın bir rəqəm edir, 33%. Və biz hər birimiz bilirik ki, qidalanma qeyri-infeksion xəstəliklərin yaranmasında nə qədər müstəsna rolu var. Bundan əlavə, piylənmə də bilirik ki, qeyri-infeksion xəstəlikdir və rəqəmlər heç ürək açan deyil. Bu rəqəmlər, onu da qeyd etmək istəyirəm ki, əslində region üzrə, Avropa regionu üzrədir. Amma hər 3 uşaqdan biri artıq çəkidən əziyyət çəkir və hər 8 uşaqdan biri artıq piylənmədən əziyyət çəkir. Bu da onların gələcəkdə yatqılı olmasını çox artırır qeyri-infeksion xəstəliklərə, ikinci tip şəkərli diabet və s. İndi burada çox paradoksal bir moment yaranır. Bir tərəfdə piylənmə və artıq çəkidən əziyyət var. Digər tərəfdə 24-cü ilin statistikası yenə Birləşmiş Millətlər Təşkilatının bir ərzaq və kənd təsərrüfatı təşkilatı var, FAO adı ilə tanıdığımız çoxumuzun. Onların bir reportuna əsasən 24-cü ilin sonunda dünya əhalisindən 735 milyon insan hər gün ac yatır. Yəni bu təxminən hər gün 10 nəfərdən birinin ac yatması deməkdir. Daha bir paradoksal anı diqqətinizə çatdırmaq istəyərəm. Deməli, bir tərəfdə var bizdə piylənmə, artıq çəki, bunun sağlamlığa zərərləri, digər tərəfdə var aclıq və digər yenə bir statistik rəqəm Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi illik hər gün 1,3 milyard ton qida atılır. Yəni bu rəqəm istehsal olunan qidanın 1/3 deməkdir. Bu qədər qida da atılır. Ona görə də mən düşünürəm ki, bax bu sağlam qidalanma, mən bunu gətirib çalışdıracağım indi bioloji aktiv qida məhsullarına, çünki o da qanunvericiliyə əsasən bir qida sayılır. Əsla dərman vasitəsi deyil və insanları sağaltmır. Niyə dünya sağlam qidalanma və sağlam həyat tərzini bu qədər qlobal bir tendensiyaya çevirib? Çünki bilirik ki, Azərbaycandan da bu yan keçmir, Azərbaycanda da belədir. Bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya artır, şəhərləşmə artır. Yeni istehsal texnologiyaları artır. Nə qədər fermerlərin sayı azalsa da, insanlar kəndlərdən, rayonlardan şəhərə axışsa da, qida məhsullarının istehsalı azalmır. Çünki yeni istehsal metodologiyaları, marketing və ultra emal olmuş qidalar, bunların hamısının məqsədi bilirik ki, mümkün qədər marketlərdə, qida bazarlarında rəf ömrünü uzatmaq üçün istifadə olunan bütün fəndlərin cəmi deyərdim ona xidmət edir ki, insanlar bir çox hallarda qeyri-sağlam. Çünki bilirik ki, məhsul emal olunduqca onun qida dəyəri aşağı düşür. Və bu ultra emal olunmuş qidaların marketinqi, xüsusilə də həssas əhali qrupu olan uşaqları hədəf alan qidaların marketinqi əslində bizi kalori cəhətdən fiziki acılığımızı dəf etməyə kömək etsə də, nutriyent acılığımızı, bədənin, orqanizmin vitamin və minerallara olan acılığını çox zaman qarşılamır.
Yəni, mən gündəlik 1600-1800 kalori qəbul etməliyəmsə, bunu 3 paçka bir çips istehlak edərək də əldə edə bilərəm, amma orqanizmin lazım olan vitamin və mineralları almaz. Buna görə də burada gəlir dövrəyə girir bioloji aktiv qida məhsulları. Əfsuslar olsun ki, hər zaman bu əczaçılıq sektoru bayaq Şövqü bəy də bildirdi, bütün iştirakçılar bildirdi ki, nə qədər vacibdir, çünki bu daha çox xəstəlik olan, düzdür, profilaktika qarşısının alınmasında da rollar var, amma daha çox xəstəlik olduqdan sonra onun müalicəsində istifadə olur. Bioloji aktiv qida məhsulları isə onlar rasionu zənginləşdirmək məqsədilə istifadə olunur. Yəni, əslində qanunvericiliklə bunlar qidadır. Lakin bunlardan və əczaçılıq biliklərindən, yəni əczaçının bilikləri bilirik ki, hər kəsdə olmur və o biliklərdən sui-istifadə halları da çox zaman olur. Çünki Fərəh xanım da bayaq çox düzgün qeyd etdi, çox gəlirli bir sahədir. Dərmanlar və xüsusilə bioloji aktiv qida məhsulları. Mən bəzi rəqəmləri səsləndirmək istəyərəm, agentliyin səlahiyyətində olduğu üçün, sırf bu görüş üçün mən o rəqəmlərə nəzər salıb gəldim bura. Ölkədə son 5 ildə bioloji aktiv qida məhsullarının ixalı artıb. Deməli, yeni qanunvericilikdən bəzi məsələləri demək istəyirəm. Dərman vasitələri bilirik ki, bugünə qədər qeydiyyata alınırdı. Lakin bioloji aktiv qida məhsulları çox rahatlıqla ithal oluna bilirdi. Müəyyən sənədləri sözsüz ki, yerində olmalıydı. Yeni qanunvericiliklə bioloji aktiv qida məhsullarının da artıq qeydiyyatı prosesi 2023-cü ildə təsbit olunmuş qanunvericiliyə əsasən 24-cü ildən həyata keçirilir. Bu nəyə imkan yaradır? Bioloji aktiv qida məhsullarının nəzarəti daha təkmil həyata keçirmək və əslində burada məqsəd istehlakçı hüquqlarının qorunmasıdır. Çünki bir çox hallarda rast gəlirik ki, həkimlər dərman məsələləri haqqında qanunda qadağan olmasına baxmayaraq bioloji aktiv qida məhsullarının reseptlərə yazılır. Və bir çox istehlakçılar bunu bilməyə bilərlər ki, bu dərman vasitəsi deyil. Ona görə bir yeni qanunvericilikdə bir çox buna bağlı müddəalar var. Mütləq apteklərdə bioloji aktiv qida məhsullarının satıldığı rəflər və dolablar ayrılmalıdır. Onların üzərində bunların dərman vasitəsi olmadığı qeyd olunmalıdır. Daha sonra reklam haqqında qanuna əsasən onların reklamı olarkən mütləq bunlar dərman vasitəsi deyil, sizin xəstəliklərinizi müalicə etmir kimi yazılar qeyd olunmalıdır. Həmçinin qeydiyyat nömrəsi, dövlət qeydiyyat nömrəsi. Əlavə olaraq agentlik aidiyyatlı dövlət qurumları ilə birlikdə tibbi ərazi bölmələrini idarə etməsi birliyi və Səhiyyə Nazirliyi ilə birlikdə apteklərdə bioloji aktiv qida məhsullarının satışına və reseptlərə yazılması məsələlərində birgə çalışıb həll etməyə, nəzarəti gücləndirməyə. Bugünə qədər qeydiyyata alınmış bioloji aktiv qida məhsulları barədə demək istəyərdim. Təxmini minə yaxın bioloji aktiv qida məhsulu qeydiyyata alınıb. İdxal məsələlərini demək istəyirdim. Əslində bu ilin, yəni 25-ci ilin ilk 8-9 ay ərzində, sentyabr ayın 1-nə qədər rəqəmlərə nəzər salsaq görərik ki, 36 ölkədən 937 çeşiddə 1500-ə yaxın müraciət daxil olmuşdur. Və tonuna fikir versəz, bayaq çünki bildirdim ki, son 3 ildə idxal nə qədər artıb. 1000 tona yaxın bioloji aktiv qida məhsulu Azərbaycana idxal olunur. Bu onun göstəricisidir ki, insanlar bunu iki mənalı başa düşmək olar. Mən əmin deyiləm ki, tam bunu rasionu zənginləşdirmək məqsədilə istifadə edirlər. Düşünürəm, yenə də burada yönləndirmələr var. Yəni, bioloji aktiv qida məhsulları hələ də bir çox yerlərdə, xüsusilə rayonlarda dərman kimi qəbul olunur. Siz baxsaz, təyin olunan reseptlərdə özünüz də bunu görə bilərsiniz ki, dərman yerinə bioloji aktiv qida məhsulları təyin olunur və bu istehlakçıları aldadır. Çünki onların bir çox dərmanlarla sinergik və antagonist təsirləri olur. Ona görə buna diqqətli olmağı hər kəsə bir istehlakçı olaraq istədim bu məlumatı sizinlə paylaşım. Diqqətiniz üçün təşəkkür edirəm. Sonda bu ön cəhbədə olan əczaçıları, düzdür, mən agentliyin təmsilçisi olduğum üçün dərmanlara dair demirəm, bunu bioloji aktiv qida məhsullarına dair deyəcəm. Bu peşənin həqiqətən də cəmiyyətin xidməti, cəmiyyətə bir xidmət kimi olduğunu dərk edib, bu sosial öhdəliyimizi dərk edib, daha məğrur oluşmağı çağırıram və ümid edirəm ki, birlikdə ona nail ola biləcəyik ki, bazarlarda doğrudan da keyfiyyətli və istehlakçıların sağlamlığına zərər vurmayacaq bioloji aktiv qida məhsulları olacaq. Diqqətiniz üçün təşəkkür edirəm.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdürü Validə xanım Sadıqova. Təşəkkür edirik. Hörmətli konferans iştirakçıları, hal-hazırda sponsorların çıxışları olacaq və mən səhnəyə Aktiv Farma şirkətinin nümayəndəsi cənab Mehmet Said Kürneyi dəvət edirəm. Almışlar. Değerli eczacılar, değerli hekimler, kıymetli misafirler, hepinizi saygıyla, sevgiyle selamlıyorum. Sizlere kardeş ülke Türkiye'den kucak dolusu selamlar getirdiğimi de bildirmek istiyorum. Bugün buraya bu güzel organizasyonda yer almak, ana sponsor olmaktan ötürü Aktif Life Farm olarak büyük gurur ve mutluluk duyduğumuzu da bildirmek istiyorum. Öncelikle bu özel günde bizlere yer veren, emeği geçen herkese gönülden teşekkür ediyoruz. Tüm eczacılarımıza emek, sabır ve sorumluluk gerektiren bu onurlu mesleklerinde başarılar diliyoruz. Aynı zamanda geçmiş, arkamızda kalan Dünya Eczacılar Günü vesilesiyle de geçmiş Eczacılar Günü'nüzü de kutluyoruz. Bu anlamlı günde bizi bir araya getiren Eczacılar Kulübü'ne, başta Doktor Şevki Bey'e ve tüm yönetim kuruluna ayrıca teşekkürlerimizi iletiyoruz. Gerçekten böyle güzel bir birlikteliği görmek bizler için de ayrı bir gurur verici tablo. Kıymetli misafirler, aslında Aktif Life Farm olarak yerli üretimde Aktif Life Farm'ı tahmin ediyorum ki duymayanınız kalmamıştır. Bugün itibariyle 200'e aşkın, 300'e yakın ürünümüz Azerbaycan Gıda Güvenliği Ajansı AGTA tarafından ruhsatlandırıldı ve üretimi başladı ve devam etmekte. Her geçen günde biz bu sayıyı artırma noktasında sizlere, halkımıza hizmet etme noktasında kararlılığımızı sürdürüyoruz. Bizim için bu çok büyük bir gurur, aynı zamanda büyük bir sorumluluk gerektiren önemli bir müessese Aktif Life Farm'a. Kıymetli hanımefendilerin de konuştukları gibi gıda takviyesi evet bir ilaç değil, bir derman değil ama doğru ellerde, doğru şekilde kullanıldığı takdirde insan hayatına önemli bir dokunuş yapan ürünler olarak adlandırıyoruz gıda takviyelerini. Biz Azerbaycan'da yaklaşık 4 yıldır Aktif Life Farm olarak hizmet vermekteyiz. Aynı zamanda Türkiye'de de üretimimiz mevcut. Türkiye'deki üretimimizi, üretim tecrübemizi Azerbaycan'a Aktif Life Farm olarak 4 yıldır bir kardeşlik köprüsü oluşturarak aktarmaktayız. Aktif Life Farm'a hem Türkiye'de hem de Azerbaycan'da adlandırabileceğimiz şase, tablet, şurup ve benzeri tüm gıda takviyesi formlarını üretmekte, ruhsatlandırmakta, Ar-Ge çalışmalarını yapmakta ve siz kıymetli eczacılarımızın öncülüğünde de büyük bir kısmını halkımızın kullanımına sunmakta. Biz tabii ki en önemlisi her geçen gün kendimizi yenileyerek daha iyisini üretmek amacıyla gece gündüz demeden, mesai methumu olmadan çalışmaktayız. Azerbaycan'da da çıkartmış olduğumuz, ruhsatlandırmış olduğumuz ürünler, aynı zamanda Türkiye'den de Azerbaycan'a gönderilmekte olan, göndermeye devam ettirdiğimiz ve ruhsatlandırdığımız, Ar-Ge çalışmalarını yaptığımız ürünler bulunmakta. Her geçen gün kendimizi geliştirmek üzere çalışmalarımızı devam ediyoruz. Yakın zamanda tabii ki 2016-2017 yılı itibariyle Türkiye'de de yerli üretime ciddi bir önem verilmekte, önem arz edilmekte ve bir atılım dönemi atlattık. Pandemi sonrası süreçte özellikle. Bu tecrübelerden aldığımız derslerle, bu tecrübelerle daha doğrusu biz Azerbaycan'daki yerli üretim çalışmalarını da destekliyoruz. Bu noktada yerli üretim noktasındaki tecrübelerimizi de kardeş ülke Türkiye'den Azerbaycan'a da Aktif Life Farm olarak aktarmaya çalışıyoruz. Gerek Türkiye'deki üretimlerimiz, gerek de Azerbaycan'daki üretimlerimizin çeşitliliğini artırıyoruz inşallah. Yakın zamanda da kozmetik alanında yapacağımız çalışmalarımız olacak. Krem, tüp, dolum ve imalat süreciyle alakalı da çalışmalarımız yine Azerbaycan'da yerli üretim olarak devam etmekte. Üretim tesislerimizde ISO, GMP, helal ve hasip standartlarında tüm belgelerimiz mevcut. Her yıl yenileyerek, kendi eksiklerimizi gidererek
bu noktada biz Azerbaycan'da hizmet vermeye çalışıyoruz. Standartlarımızı yükseltiyoruz. Amacımız vatandaşlarımıza daha güvenli, daha kaliteli ürünler üretmek. Biz Active Life Farm olarak hem Türkiye'deki hem Azerbaycan'daki tesislerimizi kapısını açık bırakıyoruz. Normal şartlarda özellikle üretim standartlarındaki tesislerde bu tarz süreçler gizlilikle yürüyor. Tabii ki biz üretim standartı dışında, üretimin dışında kapılarımız açık olmak üzere, başta eczacılarımız, doktorlarımız, hekimlerimiz olmak üzere Active Life Pharma'nın Türkiye ve Azerbaycan'daki üretim tesisleri tüm şeffaflığıyla, tüm güvenilirliğiyle az önce vaat etmiş olduğumuz standartların gerçekleştirildiğini gösterebilmek amacıyla tüm herkese açık olduğunu da biz buradan ilan etmek istiyoruz. Çünkü biz inanıyoruz ki bahsetmiş olduğumuz, anlatmış olduğumuz kaliteler sadece belgelerle değil, elbette ki onların önemi de çok ayrı. Sadece belgelerle değil, sizlerin gözleriyle görülmeli, yerinde tecrübe edilmeli. Bu noktada siz kıymetli misafirlerimizi de misafir etmekten, tesislerimizde, üretim tesislerimizde misafir etmekten büyük memnuniyet duyacağımızı da ilan etmek istiyoruz. Amacımız Avrupa ve Türkiye'deki ve dahi dünya standartlarındaki çalışmaları Azerbaycan'a da taşımak, sağlıklı yaşam için gerekli gıda takviyelerini, gıdaların üretimini de Azerbaycan'da ciddi oranda artırmak. Bu vesileyle bir kez daha tüm eczacılarımıza teşekkür ediyoruz. Tüm ecza öğrencilerimize, Eczacılık Fakültesi öğrencilerimize de başarılar diliyoruz. İş yerinizde başarı, hayatınıza sağlık ve mutluluk diliyoruz. Beni dinlediğiniz için teşekkür ediyorum. Tekrardan Türkiye, kardeş ülke Türkiye'den sizlere kucak dolusu selamlarımı iletiyorum. Teşekkürler, sağlıklı günler. Aktiv Farma şirkətinin nümayəndəsi Mehmet Said Kürnəm. Təşəkkür edirik. İndi isə səhnəyə Skandens şirkətinin nümayəndəsi Aygün xanım Musayeva dəvət olunur. Hörmətli həmkarlar, əziz eczacılar, hörmətli müəllimlərimiz, dəyərli tədbir iştirakçıları. Hər birinizi salamlayıram və burada bir eczacı olaraq və yerli istehsalın nümayəndəsi, Skandens şirkəti olaraq çıxış etməkdən çox həyəcanlıyam və qürur duyuram. Bütün nümayəndələr hal-hazırda qeyri-neft sektorunun inkişafından danışdılar və qeyd olundu ki, dəfələrlə ki, eczacılıq sənayesi qeyri-neft sektorunun ən önəmli prioritet və strateji istiqamətlərindən biridir. Həm də gəlirli, necə Fəxri xanım qeyd elədi. Və bununla yanaşı biz bilirik ki, eczacılıq sənayesi bizim əhalimizin sağlamlığımıza xidmət edir. Bizim milli dərman təhlükəsizliyimizə birbaşa təsir göstərir. Həmçinin birbaşa iqtisadiyyatımızı gücləndirir və kadr potensialımıza təsir göstərir. Və bununla yanaşı son dönəmlər bu sahəyə bizim ölkəmizin də çox böyük marağı və diqqəti var. Bütün qurumlar yerli eczacılıq sənayesinə dəstək olurlar və buna görə onlara doğrudan təşəkkürümüzü bildirmək istəyirik. Səhiyyə Nazirliyinin dəstəyi sektorda yüksək standartların formalaşması və yerli istehsalın təşviqi baxımından bizim üçün çox dəyərlidir. İqtisadiyyat Nazirliyi, yəni İqtisadiyyat Nazirliyinin dəstəyi bizim üçün bütün avadanlıqların ölkəyə gətirilməsində, güzəştli şərtlərlə onları əldə etməsində çox böyük bir dəstək olur. Bu sırada qeyd etmək istəyirəm ki, Skandens zavodunda bizdə ən son müasir Almaniyadan, İtaliyadan olan avadanlıqlar istifadə edilir. Biz Skandens eczacılıq zavodu olaraq bu inkişaf yolunun bir parçası olmaqdan böyük bir qürur duyuruq. Amma biz dedikdə yalnız özümüzü nəzərdə tutmuruq, bütün Azərbaycanı, elm adamlarımızı, gəncləri, mütəxəssisləri və gələcəyi nəzərdə tuturuq. Atdığımız hər addımda əsas məqsədimiz ölkəmizin inkişafına dəstək olmaq və cəmiyyətimizin rifahını artırmaqdır. Bizim üçün ən vacib olan dəyərlərimizdən biri keyfiyyətdir və biz keyfiyyətdə kompromisə getməliyik, bunu açıq
ağınla, tam əminliklə sizə qeyd etmək istəyərdik. Və keyfiyyət dedikdə sənayedə GMP standartları nəzərdə tutulur. Böyük bir qürurla demək istəyərdim ki, biz hal-hazırda yerli GMP-ni əldə etmişik və ambisiyamız Avropa GMP-sini əldə etməkdir. Biraz istehsalımız haqqında demək istəyərdim. Təəssüflər olsun, biz bugün slaytlarla çıxış edə bilmədik. Əminəm ki, gələn artıq slaytlarla təqdim edə bilərik. Növbəti ildə təxmini bir 30-35 məhsulu bazara çıxarmağı planlaşdırırıq və bu məhsullarımız əsas diabet, kardiologiya, psixiatriya və digər sahələr üzrə olacaq. Skandens olaraq yalnız istehsalla kifayətlənmirik, həm də təhsilə və gələcəyə mütəxəssislərinə böyük önəm veririk. Skandens şirkəti Azərbaycan Tibb Universitetinə əməkdaşlıq çərçivəsində gələcəkdə tələbələrimiz üçün bir praktiki baza rolunu oynayacaq. Bu, bizim gənc əczaçılarımızın, kimyaçılarımızın, mühəndislərimizin real istehsal prosesində bilik və bacarıqlarını artırmaqla yanaşı, sənaye sahəsinə yaxınlaşmasına və bilavasitə prosesin içində olmasına şərait yaradacaq. Bizim məqsədimiz yalnız bugün istehsal etmək deyil. Biz gənclərə sənaye cəlb edərək yerli əczaçılıq sənayesinin gələcəyini birlikdə formalaşdırmaq istəyirik. Çünki inanırıq ki, güclü sənaye ancaq avadanlıqla kifayətlənmir, bitmir, həm də peşəkar kadr kapitalı ilə qurulur. Odur ki, bizim missiyamız, biz bunu zavodun divarında da həkk etmişik, bütün dünya standartlarına, ən yüksək standartlara cavab verən bir əczaçılıq sənayesini qurub, onu növbəti nəsillərə ötürməkdir. Və mən əminəm ki, bu təkcə bizim deyil, bütün ölkəmizin, hamımızın missiyasıdır. Gəlin birlikdə bu missiyanı reallaşdıraq və sağlamlığı qoruyan, inam yaradan və Azərbaycan adını fəxrlə daşıyan bir sənaye quraraq gələcəyə miras qoyaq. Hamınıza təşəkkür edirəm diqqətiniz üçün. Skandens şirkətinin nümayəndəsi Aygün xanım Musayeva təşəkkür edirik. Hörmətli konferans iştirakçıları, hal-hazırda təşəkkürnamələr təqdim olunacaq və mən böyük məmnuniyyətlə səhnəyə yenidən Əczaçılar Klubu İctimai Birliyi İdarə Heyətinin sədri cənab Şövqü Bünyatovu və eyni zamanda Azərbaycan Tibb Universiteti Əczaçılıq Fakültəsinin dekanı Fərəh xanım Mədəddini dəvət etmək istəyərdim. Alqışlarınızla. Mən bu təşəkkürnamənin mahiyyətini izah etmək istəyirəm. Yenə də çıxışımın əvvəlində də dedim, bu gözəl zalı bizə bu tədbir üçün verdiyinə görə Tibb Universitetinin rəhbərliyinə, professor Cəlal müəllimə öz minnətdarlığımızın əyani formasıdır. Yəni, nəzərə alır ki, biz ictimai təşkilatıq. Buna görə təşəkkürümüzü ancaq bu şəkildə bildirir və burada bir incəlik də var, onu da demək istəyirəm. Deməli, Tibb Universitetində olan həmişə danışılan bir məsələ var. Əczaçı tələbələrin haradasa praktika keçmək məsələsi, təcrübə keçmək məsələsi. Bu təşəkkürnamədən sonra digər yəni sponsor təşkilatlar elə belə danışmadı. Onlarda təcrübə məsələsi. Biz onlara da öz təşəkkürümüzü bildirəcəyik bu şəkildə ki, yəni bu tələbələrin təcrübə keçməsi üçün Tibb Universiteti və istehsalçı şirkətlər. İndi burada Skandens şirkəti var, Herbaflora var, Azərbaycanın bəlkə də artıq simvoluna çevrilib bu istehsal sahəsində Herbaflora şirkəti var və Aktiv Farma şirkəti var və bunun kimi çox şirkətlər var. O mənada bu təşəkkürnamənin mahiyyəti budur. Yəni, bunu demək istədim, onu da Fərəh xanıma məmnuniyyətlə təqdim edim. Bir daha çox təşəkkür etmək istəyərdim Tibb Universitetinin ictimaiyyəti adından ki, Şövqü müəllim və onun ətrafına toplaşan bizim idealist əczaçılarımız çox vacib işlə məşğuldur. Əczaçılar Klubu İctimai Birliyi artıq 2019-cu ildən bu fəaliyyətlə məşğuldur və cəmiyyətimizə və xüsusilə əczaçılıq sektoruna çox böyük fayda verirlər öz fəaliyyətləri ilə. Xüsusilə nəzərə alsaq ki, bu təmənnasız idealist bir fəaliyyətdir
bu xüsusilə böyük rolu var bu fəaliyyətin və Əczaçılıq Fakültəsi, Azərbaycan Tibb Universitetinin Əczaçılıq Fakültəsi adından deyə bilərəm ki, biz həmişə əməkdaşlıq üçün açığıq və əməkdaşlığa hazırıq. Bunu da öz fəaliyyətimizlə sübut edirik sizə. Təşəkkürnaməyə görə də çox təşəkkür edirəm. Mütləq rəhbərliyə təşəkkür. Növbəti təşəkkürnamə təqdim olunacaq və səhnəyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şöbə Müdürü cənab Emil Quliyev və eyni zamanda Aktiv Farma şirkətinin nümayəndəsi cənab Mehmet Said Günel dəvət olunur. Və növbəti təşəkkürnamə təqdim olunacaq. Səhnəyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şöbə Müdürü Validə xanım Sadıqova və eyni zamanda Herbaflora şirkətinin nümayəndəsi Nigar xanım Rızayeva dəvət olunur. Mən biraz sui-istifadə etdim bu eviyyəsi olmağına. Bir daha təşəkkür eləmək istəyirəm Aktiv Farma şirkətinə, Aktiv Life şirkətinə, Herbaflora xüsusilə təşəkkür eləmək istəyirəm ki, yəni bu tədbirə dəstək oldular. Tibb Universiteti haqqında artıq dedim və məmnuniyyətlə yenə də deyərəm. Elə onların professor müəllim heyətinin burada çıxış eləməyi, hörmətli professorlar buradadır, bizə böyük dəstəkdir. O mənada bir daha təşəkkürümü bildirmək istəyərdim. Sağ olun. İdxalçı şirkət nümayəndəsi cənab Qurbanəli Əliyev dəvət olunur. Alqışlarınızla. Salam, əziz müəllim heyəti, elm kollektivi, əczaçılar. Mən Əczaçılar Klubu İctimai Birliyinin idxalçı şirkətlərlə işçi qrupunda fəaliyyət göstəririk. Mən qismən biraz fərqli məsələlərə toxunmaq istəyirəm. Xüsusilə Əczaçılar Birliyinin bu sahədə dövlət və özəl sektor bərabər gördüyü bənzətmə etsək körpü layihələrinə. Yəni, hansı ki, biz çoxsaylı dəyərli masalar, özəl sektorun nümayəndələri ilə və dövlət qurumlarının mövcud sahədə olan problemləri ictimailəşdirib və bununla bağlı çıxış yollarını həm elmi əsaslarla, həm hüquqi əsaslarla həllini tapmasına köməklik göstəririk. Bugün sadəcə tədbir deyil, bir missiyanın, bir peşə vicdanının ətrafında birləşmişik. Əczaçılıq sahəsi sağlamlıq sisteminin görünməz, amma ən həyatı sütunlarından biridir. Bununla bağlı biz xüsusilə şirkət rəhbərləri ilə, yerli istehsalçılarla görüşlər zamanı hər bir məhsulun, hər bir dərman vasitəsinin əlçatanlığının hüquqi bazasının hazırlanmasında aktiv iştirak edirik. Bununla bağlı deyə bilərəm ki, Azərbaycan Respublikası ictimai iştirakçılıq haqqında qanuna əsaslanaraq biz elektron resept bazasının yaradılmasından öncə və tətbiqindən öncə, ümumiyyətlə o qanun layihəsinin qəbulundan öncə istər Səhiyyə Nazirliyi, istər ümumi ictimaiyyətlə demək 2 forum keçirmişdik. Bu forumda həmən elektron reseptin hüquqi bazasının və texniki əsaslarını kifayət qədər əsaslı müzakirə etmişdik. Biraz öncə qida təhlükəsi haqqında çıxışlarında hörmətli Validə xanım
bildirdi. Yeni demək, qida əlavələri haqqında qanunda biz həmçinin ictimai əsaslarla müzakirələrində çox aktiv iştirak etmişik və bu ictimai müzakirələr bundan sonra da davam edir. Mən çox vaxtınızı almayacağım, sadəcə istədim texniki və hüquqi cəhətdən Əczaçılar Birliyinin dövlət qurumları ilə kifayət qədər uğurlu iş birliyi haqqında sizə məlumat verim. Əksəriyyətiniz bəlkə də məlumatlıdır. Bir də sizə bir nüansı çatdırmaq istəyirəm. Hansı ki, bu hər bir əczaçı üçün doğma bir belə deyək, başlıqdır. Bizim Avicenna jurnalımız var ki, bütün əczaçıları bu Avicenna jurnalı ətrafında birləşməyə çağırıram. Hansı ki, orada öz məqalələrinizi, elmi məqalələr ola bilər və digər məqalələr ola bilər, yerləşdirməyə, ümumiyyətlə oxunaqlığına maraq göstərəsiniz. Çünki biz bu Avicenna jurnalını daim yaşatmaq istəyirik. Bu iki tərəfli, yəni burada hər iki tərəf var, oxuyucu tərəfi və redakta olunma tərəfi. Yəni bununla bağlı demək olar ki, Avicenna jurnalı bir çox mərhələləri keçib. Bu yaxında 3-cü nüsxəsi də gözlənilir. Bununla da bağlı sizə, necə deyim, Avicenna jurnalının hər zaman bir aktual jurnal statusu masanızın üzərində və yaxud da iş yerlərinizdə olmasını belə deyə arzu edirəm. Bütün tədbir iştirakçılarına çox sağ ol deyirəm, minnətdaram, sağ olun. İdxalçı şirkət nümayəndəsi, Əczaçılar Klubu İctimai Birliyi İdarə Heyətinin üzvü cənab Qurbanəli Əliyev. Təşəkkür edirik. Hörmətli konferans iştirakçıları, icazənizlə mən yenidən səhnəyə İngiltərə Kral Əczaçılıq Cəmiyyətinin üzvü, Əczaçılar Klubu İctimai Birliyi İdarə Heyətinin üzvü cənab Elmar Babayeva yenidən səhnəyə dəvət etmək istəyirəm. Əziz qonaqlar, əziz həmkarlar, hamını burada görməyə çox şadıq. Mən burada bir Əczaçılar Birliyinin İdarə Heyətinin üzvü kimi deyil, əczaçı kimi istəyərdim danışım. Və bizim istəyərdim ki, Azərbaycanda artıq istehsal proseslərinin başlamasına çox sevinirəm. İlkin olaraq istehsal prosesinin çox çətin və uzun bir proses olduğunu demək istəyərdim. Bu Azərbaycanda var idi. Çox təəssüf ki, təxminən 90-cı illərdə biz artıq bu təcrübəni itirdik və bu böyük məktəbdir və təcrübədir. Sevindirici haldır ki, bugünkü Azərbaycanda artıq bu istehsal sahələri artıq açılır. Bunu misal olaraq Skandex-i göstərmək olar. Məsələn, bunların çıxışları oldu, çox gözəl, maraqlı. Sonra Diamet şirkəti var. Bununla bərabər Supreme Pharmatex tikilir, sonra CM İlaç şirkəti tikilir. Və bunların hamısı Azərbaycanda açılması Azərbaycanın əczaçılıq sektorunun geniş inkişafına çox böyük bir təkan olacaq. Bununla bərabər bu çətin bir işdə bizə mütləq yaxşı bir təhsil də lazımdır və Tibb Universiteti də başda əczaçılıq fakültəsi olmaqla bu işdə bizə çox dəstək olur əczaçılara. Və bu prosesin GMP, GLP standartlarına uyğun, GCP standartlarına uyğun təhsilin verilməsi və bununla bərabər tələbələrin yetişdirilməsi çox vacib bir məqamdır. Bununla öz çıxışımı sona yetirmək istəyirəm. Çox sağ olun, çox az vaxt var idi, ona görə təşəkkür edirəm. Səhnəyə aptek müdürü cənab Hafiz Rüstəmov dəvət olunur. Əziz tədbir iştirakçıları, əziz əczaçılar, hər kəsi səmimi qəlbdən salamlayıram. Əczaçılıq haqqında danışarkən ilk növbədə hamı problemlərə fokuslanır. Amma mən istəyirəm bugün pozitiv bir aura yaradım. Ölkəmizdə əczaçılıqdakı perspektivdə müvəffəqiyyətlərdən danışım. Əgər biz əczaçılığı iki hissəyə bölsək, bir əczaçılığın elmi istehsalat tərəfi, ikincisi isə aptek sahəsinə haqqında danışmaq istəsək, elmi istehsalat sahəsindəki müvəffəqiyyətlər
gözə çarpandır. Məndən əvvəl iştirak edən yoldaşlar zavodların adlarını saydılar. Bu çox tərifə layiq bir addımdır. 90-cı illərdə bizim Azərbaycandakı zavodlar demək olar ki, dağıldılar və bu işlər hal-hazırda yenidən qurulur. Bu çox sevindirici haldır. Hətta bəzi zavodlar öz məhsullarını ixrac haqqında fikirləşirlər. Amma aptek haqqında danışarkən təəssüf ki, ürək ağrısı ilə danışılır. Çünki əczaçılıq fəaliyyəti ilə hal-hazırda demək olar ki, qeyri-əczaçı insanlar fəaliyyət göstərirlər geniş miqyasda. Biz bir əczaçı olaraq Əczaçılar Birliyi ilə birlikdə bu sahədə çox fikir mübadiləsi eləmişik Şövqü bəylə və öz sözümüzü bəzi instansiyalara çatdırırıq. Lakin bu işlər hələ ki öz təsdiqini tapa bilmir. 35 illik fəaliyyətin dövründə mən əczaçılığı müxtəlif şəkillərdə görmüşəm. Çox acınacaqlı haldan indi sevindirici şəkilə gəlib çatır, düzdür. Amma biz istəyirik ki, əczaçılıq peşəsi daha tərəqqi etmiş formaya düşsün və biz öz estafətimizi gənc nəslə ötürərkən oturub kənardan izləyərkən prosesləri ürək ağrısı ilə izləməyək. Bunun üçün nə etmək lazımdır, nələr eləmək lazımdırsa, biz birlikdə öz təkliflərimizi, bizim qrupumuz var, Şövqü bəyin təşkil etdiyi qrupdur, ora hər bir kəsdən rica edirəm, ora öz təkliflərini yaza bilər. Sağ olun, bu qədər. Sağ olun. Aptek müdürü cənab Hafiz Rüstəmov, təşəkkür edirik. İndi isə səhnəyə Əczaçılıq Fakültəsinin 3-cü kurs tələbəsi Arıxov Nabid dəvət olunur. Hər birinizi salamlayıram. Mənə çıxış etmə imkan vericini təşəkkür edirəm. Mən Arıxov Nabid, Əczaçılıq Fakültəsinin 3-cü kurs tələbəsiyəm. İlk olaraq fakültənin nailiyyəti haqqında danışmaq istəyərdim. Əczaçılıq Fakültəsinə qəbul olan bir çox tələbələr bunu bəzən istəmədən seçirlər. Lakin burada əldə etdiyimiz nailiyyətlərini, fakültəmizin tələbə elmi cəmiyyətini və perspektivləri gördükdən sonra öz həyatlarını əczaçılıq ilə bağlamağa qərar alırlar. Bundan əlavə, bizim fakültəmiz akkreditasiyada keçdiyi üçün bizim tələbələr asanlıqla xaricdə təhsil alaraq öz biliklərini təkmilləşdirə bilirlər. Lakin biz tələbə olaraq istərdik ki, bizim laboratoriyalarımız, texniki təsisatımız və təhsil sistemimiz mükəmməlləşsin ki, bizim tələbələr təhsillərini xaricdə deyil, məhz burada davam etdirməyi üstün tutsunlar. Məndən bu qədər. Çox sağ olun. Əczaçılıq Fakültəsinin 3-cü kurs tələbəsi Arıxov Nabid. Alqışlarınızla. Hörmətli konferans iştirakçıları, hörmətli Şövqü müəllim, bu dəqiqəyə əgər əlavəniz varsa, mən sizi yenidən səhnəyə dəvət edə bilərəm. Yoxdursa, kofe fasiləsini düşünürəm ki, icazənizlə elan etmək olar. Təşəkkür edirik, minnətlər. Çox sağ olun. Kofe fasiləsi.